Eşitdikləri qarşısında şok olan Tamerlanın üzü bəmbəyaz oldu. Baxışlarındakı kədər, pərişanlıq xeyli uzaqdan hiss olunurdu. Evə qayıtdıqda Nigarı bərk-bərk sıxıb öpməyə başladı. Daha sonra başını sinəsinə qoyub ağladı. Nigar onu ilk dəfədir belə üzgün görürdü. Nə baş verdiyini soruşdu. Çox sevdiyi yaxın birinin ölmək üzrə olduğunu bildirdi. Daha sonra ailəsindən Nigara zəng gəldi. Rusiyadan qohumları gəlmişdi və Nigarı görmək istəyirdilər. Nigar bir neçə saata qayıdacağını bildirib evdən çıxdı. Sağdan sola, otaqdan otağa, evin içində çarəsizcə var gəl edən Tamerlan nadir hallarda içdiyi bahalı viskilərindən birini açıb udumlamağa başladı. O qədər yorğun, yuxusuz və içkili olmuşdu ki, səhər oyandığında Nigarın evə necə qayıtdığını, onu yerdən necə qaldırıb yatağa uzatdığını belə xatırlamırdı. İşə getmək üçün hazırlanan Tamerlan heç nə olmamış kimi davranırdı. Nigar da şübhə oyadacaq heç bir hərəkət etmirdi. Hər zaman olduğu kimi möhtəşəm bir səhər süfrəsi, öpə-öpə, gülə-gülə işə yola salmaq, hər şey bu qədər təbii davam edərkən, təbii olmayan bir şey var idi. Tamerlan əslində bu gün işə getmirdi. Bütün günü qarşı binanın damında oturaraq, əlində binokul, yuxarıda, binanın ətrafında uçuşan milçəkləri belə nəzərdən qaçırmırdı. Saatlar keçdi. Axşam oldu. Bina sakinlərindən başqa nə gələn oldu, nə gedən. Həmin vaxt ərzində ağlından min bir fikir keçdi. Fuadın onun xoşbəxtliyini qısqanıb yalan söylədiyindən tutmuş, Seymur ilə əlbir olaraq Nigara şər atmaq istədiklərinə kimi hər şeyi düşündü. Artıq hava qaralmaq üzrə idi. Binokulu çantasına qoyub aşağı enməyə hazırlaşarkən, uzaqdan kim olduğunu seçə bilmədiyi naməlum bir şəxs binaya daxil oldu. Tamerlan düşündüyü ehtimalın gerçəkləşməməsi üçün Allaha yalvarırdı. Başını iki əlinin arasına qoyub təkrarlayırdı. Allahım, nə olar gerçək olmasın. İlahi, nə olar gerçək olmasın, nə olar. Nigar mənə xəyanət etməsin. Yalvarıram sənə Allahım.